Kağız iplərlə çox gözəl və heç zaman dartılma etməyən, uzanmayan bu cür gözəl çanta qulpu toxuyuruq. Gəlin başlayaq. İstənilən rəng kağız ipi əlimizə alırıq. Bu rafya və yaxud da kiloqramla satılan kağız iplərimiz də ola bilər. Kağız ipi əlimizə alırıq. Kağız ipimizi bağlama edirik. 1 və 2 ilmək çəkirik. Sonra qayıdıb başladığımız ilk ilməyin içərisindən bataraq bir ilmək çıxardırıq. Gördüyünüz kimi milimizdə 2 ilməyimiz var. 2 ilməyimizi birgə toxuyuruq. İndi toxuduğumuz hissəni çeviririk. Yanda belə bir boşluq görürsünüz. Daha doğrusu belə bir ip görürsünüz. Həmin ipin içərisindəki boşluqdan batıb bir ilmək çıxardırıq. Yenə milimizdəki 2 ilməyimizi birgə toxuyuruq. Yenə döndürürük və kənarda gördüyünüz 2 ilmə var. Onun içərisindən batıb bir ilmək çıxardırıq. 2 ilməyimiz oldu və 2 ilməyimizi yenidən birgə toxuyuruq. Yenə döndürürük və bu qaydayla istədiyimiz uzunluğa çatana qədər biz zəncirimizi toxuyuruq. Çox gözəl görünüşlü, dartılmayan, uzanmayan bir çanta sapı əldə edirik. İstər qısa, istərsə də uzun formada çantalarınızda istifadə edə bilərsiniz.